Axşamınız xeyir. Yo, gidin baxın, like eləyin. Gidin baxın, like eləyin, gəlin də aşkım, nə olar? Ağlamısınız? Az yox, niyə ağlayıram? Az yox, ağlamamışım, niyə ağlayıram? Belə də deyirsən, nifrət edirəm, çox eləyim. Neysə, nəhlət sənə görüşəydim. O kadar verdim abi. Gidin bir gidin. Ay bacı, baldız 3 gündən bir tez-tez gəlirsə neynəmək olar? Qardaşın evinə gəlir də, dədənin evinə gəlir. Gəlir də, baldızın da. Yeri dar eləyir. Sizə demişəm, mənə belə şeylər deməyin. Mən xoşlamıram belə şeyləri. Milyon dəfə demişəm özdə. Demişəm, mənə qaynana qeybət eləməyin, baldız qeybət eləməyin. Mən xoşlamıram. Çünki mənim özümdə qaynana olacağım, qızım baldız olacaq. Sevmirəm belə şeyləri. Danışmayın. Təsəvvür eləyin ki, gəlininiz sizin haqqında danışır. Gündə bizdədir. Xoşa gələr. Gələr xoşa. Xoşa gələrsən. Salam. Aleyküm salam bacı. Baldız var, karışmır. Baldız var, her herkesin ağzı müşahidedir. Heyli deyirdən, nə olur ki, eləyəndə. Bacı, baldıza sözüm var, üzünə denən. Denən, sənin bu xəsiyyətindən xoşum gəlmir. Bacı qurban. Gedib orada burada demə. Qulağına çatır. Ona görə üzünə denən. Denən, bax, sən belə edirsən, belə edirsən. Mənim xoşuma gəlmir. Eləmə. Vallahi düz deyirəm. Haradasan bir söz? Evdə harada olacam? 3 gündə evdən sonra çıxmıram. Çox sağ ol. Hacının yanında işləmirsiniz? Yox. Yəni də çay içim. Eləmə dedim, eləyəcək. Ay bacı, sənə qurban olum. Mənə çatmır, Quran adından da olsa. Fala, mən baldızlarım elə olmayıb deyənə, mən bilmirəm. Mən özümdə baldız olmuşam. Bir baldızlıq da eləməmişəm, deyəm eləmişəm. Yəni, ətrafımda baldızlıq eləyən qızlar da görməmişəm. Yəni, bu baldız nə olub sizə? Nə olub, axı, nə olub? Nağarırlar, ay bacı, sən Allah nağarırlar. Yəni, həqiqətən mən görməmişəm də. Yəni, baldızlarımdan baldızlıq görməmişəm. Yəni, nəsə sözümüz olubsa, o deyib, mən də onun cavabını vermişəm, bağlanıb söhbət gedib. Mənim özüm də baldız olmuşam, and ol Allaha bir dəfə baldızlıq eləməmişəm. Yəni, nətər olur ki, o dediyiz baldızlar? Bəlkə bacı, siz bəlkə düz eləmirsiniz nə isə. İki baldızım var, vüsü candır, can. O həqiqətən də, yəni mənim də 3 dənə baldızım olub, valla mən görməmişəm, nə yalan deyim ki. Hə. Baldızım, gəlinimizi qardaşımdan çox istəyirəm, valla. Baldızam, gəlinimizi qardaşımdan çox istəyirəm. Baldız hər şeyə muz qoyur.
Salam Rinat, salam, necəsən? Valla nə bilim, mən görməmişəm, yalan deyərəm. Mən baldız, nə özüm baldızlıq eləmişəm, nə də baldız görmüşəm, baldızlıq eləyən görmüşəm. Nə insandır da, adamın anası ilə də sözü səp gəlir. Yəni, gərək sözləri yiyə biləsiz. Qarşı tərəfdən o deyilən sözü uda bilmirsinizsə, dava axtaracaqsınız. Onu öz doğmavız kimi qəbul eləyib, onun sözün yumuşaq qəbul eləsəz, məncə hər şey əla olar. Çünki sən bir mühitdən gəlirsən, bir xarakterdə olursan, bir mühitdə böyüyürsən, baldız da bir mühitdə böyüyür. Ona görə bir-birinizi başa düşmək üçün bir-birinizin sözü bir-birinizin boğazından keçməlidir. Əgər keçmirsə, sən onu doğman kimi qəbul eləmirsənsə, onda bacı qurban olsun, dava düşəcəksiniz də. Valla. Messenger'da iştirsə, Aygünün yanında. Əlbəttə ki. Və siz niyə udmamısınız? Mən deyirəm, axı mənim baldızlarımla heç bir problemim olmayıb. Heç vaxt. Yəni, necə insanın anası ilə, bacısı ilə problemi olur, elə, yüngül. Yəni, mənim baldızımla, qaynanamla, qaynımın arvadı ilə, mənim problemim olmayıb, aşkım, olmayıb, heç vaxt olmayıb. Yəni, yüngül də, yüngül. Ananla necə olur söz söhbətin? Doğmanla necə olur? Bax elə. Mən madicə qızımla da bir də görsən, dalaşırıq. Yəni, normal bir şeydir də. Yəni, abartılacaq dərəcəsində böyük bir şey deyil. Mən heç vaxt nə qaynanadan, nə baldızdan heç vaxt şikayət eləməmişəm. Heç vaxt, yəni. Yəni, normaldır da. Ailədə necə olur söz söhbət? Ana ilə bala arasında, bax elə. Yüngülcə saç yol. Yo, saç olmaz o da heç vaxt, heç vaxt. Yo. Dondurma ilə necə hazırlayır? Səhifədə var da resept ürəyim. Həcci ilə küsmüsən? Yox. Ya, uşaqlar haradadır? Evdə. Yoxdur. Heç bir münasibətim də yoxdur. Mən bir insanla qəlbim qırılırsa, qırılır aşkım. Yəni, İstəyir o dünyanın ən yaxşı insanı olsun. Bir insanla qəlbim qırılırsa qırılır. Yəni, onu barışa bilmərəm mən. Yalandan üzünə gülə bilmərəm, yalandan danışa bilmərəm. Yəni, mümkün deyil bu. Kimliyindən asılı olmayaraq özdə. Yox, danışdırmıram. Nə baldızlarımı danışdırıram, nə qaynanamı danışdırıram. Ümumiyyətlə, ər tərəfdən heç kimi danışdırmıram. Heç yəni uşaqlarım da danışdırmır. Çox sağ ol, Uğur. Hə, yox, sakit. Salam. E009. Ağlamısınız. Yox, niyə ağlayıram? Biz qoçular. Eliya, çox sağ ol. Təşəkkür eləyirəm. Ay Eliya, çox sağ ol. Təşəkkür eləyirəm. Səhər yeməyinə dəvət edirəm. Can, çox sağ ol. Darıxmırsa, ay Allah, ürəyim sıxılır evdə. Danışmayın. Allahın anından da olsun danışmayın. Sizi çox istəyirəm. Mən də sizi çox istəyirəm ürəyim. Əlaqəniz var. Kimlə? Kimdən əlaqən var? Niyə çıxmırsan çölə vüsü? Az nə bilim. Boyun neçədir? 1.68. Xanımsız?
Reyhanem səni görüb gecə-gecə yemək istəyir. Salam, aleyküm salam. Hə, inşallah görüşərik ürəyim. Görüşərik, niyə görüşmürük ki? Şəmkir, Şəmkirlisiz. Allah canınızı sağ eləsin. Valla bilmirəm, salonda qoyurlar aşkım. Güneldə işləmirəm, yox. 1.68-əm, yox, o qədər də hündür deyiləm, normalam. Yevlağa çoxlu salamlar. Nə olar, ayaq üstəsən mənə çay ver də. Ərinlə barışmaq üçün yenə ər qalar. Üzük deyil, dəst aşkım. Sağ ol qarşı. Şey. 1200 neçə manata dəst almışam, sepi də var. Hə, yaxşı. Çox sağ ol Oxatan, təşəkkürlər. Gəncəyə çoxlu salamlar. Az üzümə heç nə olmayıb, ay bacı. Makyajsızam, kipriklərim yoxdur, liner çəkməmişəm. Yəni çox öbəcək görsənəm, bacı. Tamam Eliyahom, baş üstə. Adın tanış gəldi mənə aşkım. Eliyahom. Adın tanış gəldi mənə. Çox çirkin görür. Əsif, eyb yox. Gözlərin indi aydın görsənir. O vaxtı 4500 elətdirmişdim full bədən şəkilləndirməni. Çox cavan görsənirsən, kiprisiz, nə bilim, bəyənmirlər də burada mənim madonnalar. Əvvəlki sadəliyinə qayıt, canlıda yemək yemə. Mən əvvəldən canlıda yemək yeyirdim, indi yemirəm ki. Mən necə məşhur olmuşam yemək yeməklə? Mən bütün canlılarda həmişə basıb yemişəm, kababdan, nə bilim, aşdan, ən çox da aş yeməyimlə. Deyir əvvəlki sadəliyinə qayıt, bacı, əvvəl vəbşə yaman gündə idim, indi hər gün yeyirdim. İndi yenə ara sıra yeyirəm. Kaş sizin oğlunuzu, qızınızı görək. Oğlumun boyu 1.82-83'dür. Kilosu, oğlum hündür, enli kürək, muskullu, bədənli, elə bir oğlandır, hündürdür. 1.82 zat olar boyu, normalda yəni. Kızımın boyu 1.60-59'du yoxsa 60'dı, balaca boy qızdır. Hə, 49 kilodur. Kızım kopya bacıma oxşuyur. Kopya bacıma oxşuyur.
Oğlum da kopya qardaşıma oxşayır. Qızım da bacıma oxşayır, kopya. Elə bir bacım doğub onu. Çox sağ olun. Gözləri belədir qızımın. Anadan gəlmə bu belə. Çəkikdir gözləri. Gözləri çəkikdir. Axan gözlər olur, belə axan gözləri var. Çəkikdir. Saçlarının rəngi fındıq rəngidir, açıq fındıq rəngi. Nə bilim bacı, 22 yaşı var. 22 yaşı var, amma görsəz deyərsiniz 11-də oxuyur. Selüliti çörək yemə, bir də ki, masaja get. Amin. Atası ilə qalırlar. Yox, mənlə qalırlar. Bacım gözəldir. Bacım kukladır, kukla. Çox gözəldir bacım. Çox gözəldir də, yəni çox gözəldir. Çox gözəldir. Çox sağ olun. Boynun balacalığı atası tərəf oxşayıb. Siz Allah'ınız, siz balalarınızın canı. Mən harda dedim ki, mənim qızım atası ilə qalıb. Biri yazıb ki, qızın atası ilə qalır. Bəs qızınız üçün darıxmırsınız. Mən elə söz işlətdim. Mənim ağzımdan adam nə vaxt dedim ki, mənim qızım atası ilə qalır. Mən elə söz işlətdim. Siz Allah'ınız, siz balavızın canı. Yazıb qızınız atası ilə qalır. Bəs darıxmırsınız qızınız üçün. Bağışla, səhv başa düşün. Allah bağışlasın bacı. Bəs dediniz, iki qardaş bir bacıyıq. İki qardaş bir bacıyıq da doğma. O atamın qızıdır. Nə olsun atamın qızıdır? Atadan gələndə ögey sayılmır. Ana başqasına ərə getsə ögey sayılır. Əgər atadırsa ögey sayılmır. Mənim üçün ögey sayılmır. Çünki mən o ögey görmürəm. Mən onu çox istəyirəm. Ögey deyil, yox. Atadan olanda ögey sayılmır. Səndən böyükdür bacın? Yox, aşkım balacadır. 10 yaş məndən balacadır. Xoşbəxtsən. Xoşbəxtsən. Sual. Deyiləm. Xoşbəxt deyiləm. Yox. Bir qadın kimi deyiləm, yox. Deyiləm xoşbəxt. Qızını istəyən, anamın yasında qızımı görüb istəyən oldu 2 nəfər. İkisinin də evi yox idi. Həm də mən qohuma qız vermirəm. Qohuma qız vermirəm. Evi olmayana qız vermirəm. Çox sağ ol Rəyim. Lala xanım, təşəkkür edirəm. Düz edirsiniz. Qohum. Ondan sonra alaram ən bahalı mebeli, qızımın da başı ucu olar. Dolduraram 3 otağın içində. Qəşəycənə bahalı mebellərlə, bahalı qab-qacaqla. Yox, ona görə nə qarırıq? 20 dənə nəfər çağırırıq, mərfətli nəfər çağırırıq. Toyumuzu eləyirik, ən bahalı mebelləri alırıq, qoyuruq
Verik gedir, xoşbəxt olur. Bizi çağır. Qızıma demişəm ki, qardaşım nəsə desə susursan, tək durursan. Qardaşımdan işin yoxdur. İndi bax, bayaqdan qardaşım danışır, qızım susub. Heç nə demir. Amma susan deyil, ha. And ola Allaha, əl atar adamın üzünü cırar. Susan deyil, prosto indi bax, qulaq astım, gördüm susub. Heç nə demir. Ancaq qardaşım danışır. TikTok'dan izləyicilər çağırarsan. Niyə danışır qardaş? Məhrəba istəyib, o da verməyib ona görə. Neçə yaş aralarında fərq var? 6. Qardaşım 98'dir, qızım 2004. Az yox, uşaqdır qardaşım. Ona batisi qurban. Hə, mənim 41 yaşım var. Sən niyə hər şey burada danışırsan? Nə danışıram ki, sən də ki, elə bilə sözdən danışırıq. Söhbət edirik də, bazı ürəyim sıxılır. Ya Allah, ürəyim sıxılır mənim. Buna baxın, qızlar. Qızlar, mənim burnum necə qaşınır, qızlar. Burnumu görürsünüz, qıpqırmızıdır, bax. Ay Allah, bilirsiniz nə qədər burun qaşıyıram mən. Elə burnum qaşınır, elə qaşınır, gəl görəsən. Yaxşı, sağ olun, necəsiz? Məndə də elədir. Hə, ay Allah, dəhşət burnum qaşınır, and ola. Niyə belə qaşınır? Çox pis qaşınır özdə. Alergiyadır. Xəstəliyə tutulmusan. Biz də deyin ki, sevgilin darıxır da səndən ötürü. Kimsə darıxır. Niyə demirsiniz o sözü? Az nə olar, biriniz də deyin ki, az darıxır da, darıxır uzaqdadır, sənin üçün darıxır, səni görmək istəyir, darıxıb sənin üçün. Az biriniz də elə deyin də, nə olar ki? Paxıllıqdan demərsiniz. Birinci o gəldi axlıma. Birinci gəlmişdi, elə birinci deyərdiniz də. Bu fırçanı hardan almışsan? Türkiyədə. Kirayədə ev, ya özümün qaqaşı özümün. Qardaşımın evi var. Anamın evi var da ürəyim. Satılacaq, bölünəcək. Anamın evi var gənclikdə. Satılıb bölünəcək. Bax, mənim oğluma gələn çərriyəcək. Çərriyəcək. Bir dənə çürükçü oğlum var ki, bir dənə çürükçü oğlum var. Oy, bir dənə çürükçüdür, gəl görəsən. Mənim qardaşıma gələn qız dünyanın ən xoşbəxt qızı olacaq. Bəlkə deyərəm ki, bu kainatın ən xoşbəxt qadını olacaq. İnanın mənə deyirəm ha, inanın mənə. Bax, ona gələn qız kimdirsə, dünyanın ən xoşbəxt qadını olacaq ki, mənim qardaşıma gəlir. Dünyanın ən xoşbəxt qadını olacaq. Amma oğluma gələn çürüdü. Ömrü çürüdü. Bildiğiniz çürüdü ha. Çürükçünün yekəsidir. Çürükçünün. Ay Allah, ay oğlum qız bircə, qardaşım tərəzi bircə. Ay Allah, ay Allah, ay Allah, itili qız bircə. Qardaşım da pələngili, tərəzi bircə.
Ev var qardaşım. Anamın evi var da, hə, bölünəcək. İki qardaşım var axı aşkım mənim, ona görə bölünəcək ev. Drakon çox sağ ol. Əziyyət çəkmə. Hə. Anladıq. Əziyyət çəkmə, çox sağ ol. Yox, subaydı qardaşım aşkım. Subaydı. Drakon çox sağ ol. Qarabağ çox sağ ol. Təşəkkür edirəm. Atma, əziyyət çəkməyin. Çox sağ ol ürəyim. Hə, anam bir də aşkım, bir də doğma bacı qardaşıq. Bu ev öz evində, hə. Salam, yaxşısınız, necəsiz? Burada demə, uşaqlardan gələn olmayacaq oğluma. Az oğlumun sevgilisi var, ay bacı, ölürlər oğlumdan ötürü. Oğlum bir dənə yaraşıqlı, bir dənə viddi fasonlu, bir dənə sabatlı uşaqdır ki, mənim oğlum. Maşallah, maşallah, öz gözüm deyəcək. Qurban olaram onun qaşına, gözünə. Hündür, enli kürək, muskullu, qaşı, gözü, kipriyi bu boyda. Biri gözəldir, maşallah. Sabatlı, bilikli. Bəlkə də sevgilisi, amma yox, çox sürücüdür bacı, yox. Çürücüdür, çox çürücüdür. Dəhşət çürücüdür, dəhşət. İnsan nə qədər çürücü olar ay qız. Bildiyiz çürücü. Biz də gəncdə qalırıq. Sizin ev bölünür. Az mənim evim öz evimdir. Mənim evim niyə bölünür? Mənimdir bura, mənim. Sevdiyi ilə də elə çürücüdür. Nə bilim az. Bilmirəm ki, deyindi gedib onunla gəzməyə. Evdə yoxdur. Geyindi, keçindi, getdi. Ay qız, məsəl üçün bazen gelirdi mənə, mama nə bişirmisən? Deyirdim ki, qaqaş, evdən tez çıxmışam, yorulmuşam, yemək bişirməmişəm. Deyirdim, amma evdə kalbasa var, səsiska var. İndi evdə nə var da Allah verəndən, filan şey var, filan şey var, filan şey var. Götür, bişir, ye, anan qurban. Belə elirdi, sən bilmirsən, mən acam. Niyə yemək? Deyirəm, ay qaqaş, yorulmuşam da, mama qurban. Evi yığışdırdım o Güneldə işləyəndə. Çıxdım, getdim Güneldə, tezdən gəlmişəm, ana qurban. Bir şey tapıyıq, gələcəm evə, bişirəcəm. Ayda, mən idmana gedirəm, bilmirsən, qaqaş, çəkilişdəyəm, mama qurban, sağ ol, danışır. Yox, sən mənə bir dənə qulağa, sən niyə yemək? Ay qaqaş, mama qurban, tez gəlmişəm, ona görə, ay qaqaş, başa dönüm, tez gəlmişəm, ay qaqaş, yox, ayda, sən necə məni başa düşün? Axı, mən idmana gedəcəm, sən niyə yemək? Ay Allah, axır adboy eləyirdim. Deyirdim, bəsdir da, ürəyim çəkildi sizin əlinizdən. Bax, elədir, andol Allah. Sonra məsəl üçün bir şey deyirəm. Məsəl üçün bir şey istəyir məndən. Deyirəm ki, yox, olmaz. Bax, deyirəm, yox, olmaz. Deyir, niyə olmaz? Deyirəm ki, olmaz da. Deyir, səbəb deyirəm. Deyirəm ki, buna görə olmaz. Deyir, yox, səbəbi olmalı. Deyirəm, ay qaqaş, səbəbi yoxdur. İstəmirəm, olmaz. Ay bala, istəmirəm. Deyir, yox, istəməməyinin səbəbi olmaz. Deyirəm, ay qaqaş, səbəbi yox. Deyir, səbəbsiz heç nə yoxdur. Nə var, uşaqlıqda mən bunlardan söz alanda belə danışırdım. Eyni, ay Allah, ay Allah. Ömrümü çürüdür. Allahın adına and olsun, ömrümü çürüdür. Zəng gelir, deyir ki, mama neyinirsən? Deyirəm, eşinə evdəyəm. Mən də telefonla danışmağı çox sevmirəm. Deyirəm, evdəyəm. Deyir, evdə neyinirsən? Deyirəm, eşinə oturmuşam. Deyirəm, haradasan anan qurban? Deyir, evə çatıram. Deyirəm, yaxşı, gəl danışaq belə. Sən mənlə danışmaq istəmirsən? Deyirəm, yox, danışıram anan qurban. Hə, nə yaxşı, padruqalarınla danışırsan, mən sənin oğlunla mənlə danışmaq istəmirsən. Deyirəm, anan qurban, tamam, yaxşı, danışaq. Nə danışaq? Neyinirsən? Deyirəm, eşinə evdə oturmuşam. Nə iş görsən? Deyirəm, heç nə oturmuşam.
İndi nə edirsən? Deyirəm işinə oturmuşam. Deyirəm Raul, gəl evə danışarıq da, mama qurban. Belli. Hə, nəysə get. Sən məndən danışmaq istəmirsən. Sən əvvəlki kimi mənə çox istəmirsən. Deyirəm Raul, Allah haqqı mən səni çox istəyirəm Raul, mama qurban. Hiss olunur necə çox istəyirsən. Ay Allah, bütün əsəblərim oynayır. Sonra adbo eləyirəm. Bax belə. Bürcü, qız bürcü.